Salam dəyərli izləyicilərim, hər vaxtınız xeyir olsun. Bu gün sizinlə ev dönəri hazırlayıram. Dönər çörəyinin hazırlanması da kanalımda var. Linkini videonun açıqlama hissəsində qeyd etdim. İlk öncə ət üçün sos hazırlayırıq. Qaba 3 xörək qaşığı qatıq, 1 xörək qaşığı tomat pastası, zövqə görə ədviyyatlar əlavə edirəm. Mən qara istiot, qırmızı şirin biber tozu, zövqə görə duz əlavə edirəm. Sizlər istədiyiniz ədviyyatlardan əlavə edə bilərsiniz. Qarışdırırıq. Sos hazır olduqdan sonra qoyuruq kənara və istifadə edəcəyimiz əti hissələrə ayırırıq. Mən döş əti, bud və bud dibindən istifadə edirəm. Öncə əti nazik hissələrə ayırırıq, ardından isə uzunla xırda-xırda doğrayıram. Geri qalan əti də eyni qayda ilə doğrayıram və hazırlamış olduğum sosun içərisinə əlavə edib 2 saat sosun içərisində gözlədirəm. Əgər sizin vaxtınız varsa, axşamdan da hazırlayıb soyuducunun buzluq olmayan gözündə sosun içərisində əti saxlaya bilərsiniz. Elə daha dadlı, daha ləzzətli dönəriniz alınacaqdır. Qeyd etdiyim kimi mən əti sosun içərisində cəmi 2 saat gözlədə bildim. 2 saatın tamamında tavaya duru yağ əlavə edirik. Yağ yaxşı sindikdən sonra əti tavaya əlavə edib mütəmadi qarışdırırıq. Tava və yağ mütləq yaxşı isinməlidir. O zaman ət öz şirəsini salmır və tez zamanda bişib hazır olur. Ət bişdi, gördüyünüz kimi artıq hazırdır. Daha artıq bişirib qurutmağa ehtiyac yoxdur. Başqa qaba alıb soymasını gözləyirik. Ət soyub hazır olana qədər mən də pomidor, xiyar, soğan və keşnişi də hazırladım. Dönərin olmazsa olmazı mayonez və ketçupdan da istifadə edirik. Qeyd etdiyim kimi kanalımda dönər çörəyinin hazırlama qaydası da var. Linkə daxil olub sizlər də evdə dönər çörəyi hazırlaya bilərsiniz. Hazır marketdə olan dönər çörəklərindən də istifadə etmək olar. Çörəyin arasını gördüyünüz qayda ilə bıçaqla açırıq və ilk öncə mayonez, ketçup əlavə edib ardıcıllıqla digər ərzaqlardan da əlavə edib dönərimizi hazırlayırıq. Mayonez, ketçup əlavə etdikdən sonra bol miqdarda ətdən də əlavə etdik. Üzərindən pomidor, xiyar, soğan, göyərti də əlavə edirik. Əgər soğan sevmirsinizsə əlavə etməyə də bilərsiniz. Eyni qayda ilə digərlərini də hazırlayırıq. Dönərləri hazırladıktan sonra sonda tosterdən istifadə edirik. Əgər sizdə toster yoxdursa, adi tavadan da istifadə edə bilərsiniz. Bugün sizinlə bircə uşaqdan böyüyə hər kəsin sevdiyi dönəri bircə hazırladıq. Gördüyünüz kimi elə də çox zaman sərf etmədik. Sizlər də tənbəllik etməyin, öz dönərinizi evdə özünüz hazırlayın. Uşaqlarınızla bircə şirin ağızla nuş edin. Hətta hazırlayıb uşaqların məktəbli çantasına belə yerləşdirə bilərsiniz. Dönərin olmazsa olmazı buz kimi ayrandır. Mən süfrəyə verən zaman yanında ayranla təqdim etdim. Sizlər də hazırlayın və belə reseptlərdən anında xəbərdar olmaq üçün kanala abunə olub videonu bəyənməyi unutmayın. Bu günlük bu qədər olsun. Hələlik.